Allah subhanahu wa ta'ala dua edərək diləyirəm ki, Rəbbim, sən özün dilin Allahım ki, siz günah eləməsəydiniz və o günahdan bağışlanma diləməsəydiniz, bu qövmü məhv verib başqa bir qövm yaradardım. Allahım, biz də günahkar bir qullar idik. Gəldik sənin yanına, səndən bağışlanma dilədik. Sən bizim tövbələrimizi qəbul elə, sən bizlərə rəhm elə. Allahım, sən bizim xalqımıza hidayət ver. Allahım, sən bizim ölkəmizi qoru. Eləm səfər deyil, duaların qəbul olunan vaxtıdır. Allahım, bu səfərdə xata eləyən insanlar, bir-birinin haqqına girən insanlar, onların hamısının günahlarına bağışdır. Allahım, kimlər ki bizə dildən əziyyət verirlər, kimlər ki əldən əziyyət verirlər, kimlər ki sağlıqlı əziyyət verirlər, onların günahlarını bağışdır. Allahım, onlara rəhm elə, onlara xoşbəxtçilik bəxş elə. Allahım, onları salih insanlardan elə. Allahım, onlara hidayət ver. Və Allahım, biz də kimlərəsə qarşı xətalar elədiksə, qrupumuzda olan, bizi də rəhm elə, bizi bağışla. Və kiminsə haqqına da girirsə və onlardan da üzr diləyərək haqların halal olmasını istəyirik. Bizim bizə nə haqqımız varsa, mən şəxsən özüm olaraq haqqımı halal eləyirəm. Və Rəbbimdən diləyirəm ki, Allah subhanahu bizim ölkəmizi qorusun. Allah subhanahu bizim ölkəmizi daim müzəffər ölkə eləsin. Allah subhanahu ölkə başımızı qorusun. Allah subhanahu ona daim düzgün şəkildə qərarlar vermək kömək olsun. Və Allah subhanahu ta'alədən diləyirəm ki, bizim xalqımıza hidayət versin. Haqq yoluna yönəlsin. Allah subhanahu onlara haqqı haqq kimi göstərir, batili batil kimi göstərsin. Haqqı haqq kimi görüb, haqqa tabi olan qullardan olsunlar. Batili batil kimi görüb, ondan çəkinən qullardan olsun. Və Rəbbimiz kimlərin yaxınlarında xəstələr varsa, Allah onlara şəfa versin. Allah subhanahu ta'ala kimlərin də ki, yaxınları dünyasını dəyişib, müsəlman kimi Allah onların günahlarını bağışlasın. Və Allah subhanahu ta'ala hər birinizə xeyirli ömür bəxş eləsin və hər birinizə Allah subhanahu ta'ala hər birinizə husn-u xatimə nəsib eləsin. Allah daha doğrusunu bilir, sözsüz ki, sözlərin ən doğrusu Allah subhanahu ta'ala sözdür və yolların da ən gözəli, ən yaxşısı, ən doğrusu Peyğəmbər sallallahu yoldur. Allah subhanahu bizi haqqı eşidib, ona tabi edən qullarını eləsin. Və Rəbbimiz bizi daim ətrafımızı salih insanlar eləsin. Allah daha doğrusunu bilir, sözsüz ki, Allahın dini pak və nöqsansızdır, xətasızdır. Heç bir xəta yoxdur Rəbbimizin dinində. Amma biz insan olaraq, bizim müsəlman olaraq xətakarıq. Mən də danışdığım şeylərdə nəsə xəta elədimsə, onlar məndəndir. Allahın dinindən deyil. Və o elədiyim xəta sözlərə görə Rəbbimdən bağışlanma diləyirəm. Və Allah subhanahu ta'alədən bir daha diləyirəm ki, bizi sağ-salamat çatdırsın Mədinə şəhərə və orada da ibadətlərimizi bitirək və sonra bizə sağ-salamat öz vətənimizə yəni gözəl bir qənimət əldə edərək qayıdaq. Allah daha doğrusunu bilir. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə ilə ənt. Əstəğfiruka və etûbu ileyk.